Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Günəşli və gözəl bir səhərdən hər birinizi salamlayırıq. Bugün biz gözün cərrahi xəstəlikləri haqqında söhbət aparacağıq və suallarımızı cərrah oftalmoloq Leyda Kazımova cavablandıracaq. Sağlam səhətə baxırsınız və qonağımız cərrah oftalmoloq Leyda Kazımovadır. Xoş gəlibsiniz, doktor. Salam. Və biz həkimimizlə gözün cərrahi xəstəlikləri haqqında söhbət aparacağıq. Doktor, gözün hansı cərrahi xəstəlikləri var? Ən çox rastlaşdığınız hansı xəstəliklərdir? Gözün bir çox xəstəlikləri var. Hamısı da cərrahi yolla müalicə olunurmu? Yox. Nə yaxşı ki, yox. Cərrahi müalicə hər zaman olduğu kimi ən son müalicə seçimidir. Daha öncə konservativ müalicəni yoxlamaq lazımdır. Amma bəzi göz xəstəlikləri bunlara aiddir. Onkoloji xəstəliklər, gözün travmaları. Bu zaman bəli, ilk seçimimiz bizim əməliyyat olmalıdır. Çünki gözün bütövlüyünü saxlamaq üçün, gözün qatlarını qorumaq üçün. Ən çox rast gəldiyiniz bunlardan hansıdır, doktor? Ən çox icra etdiyiniz göz əməliyyatları hansılar olur adətən? Ən çox və yeganə görməni bərpa etmək üçün əməliyyat yolu seçdiyimiz xəstəlik əlbəttə ki, katarakt əməliyyatıdır. Dünyada indiyə kimi onun başqa bir müalicə növü tapılmayıbdır, yoxdur, heç kim ixtira etməyib. Ona görə mirvarisi varsa, ələlxüsusda yetişmiş və fəsadlı mirvarisidir. Bunun yeganə müalicə yolu əlbəttə ki, cərrahidir. Bizə bəzən izləyicilərimiz yazırlar ki, özümdə yaxud valideynlərimdə katarakt da var, Könül xanım, əməliyyat olunmaq istəmirik. Bunun bir dərmanla müalicəsi varmı? O zaman dərmanla müalicəsi yoxdur, deyilmi, doktor? Bəli, onun kataraktanın cərrahi müalicəsi yeganə müalicə növüdür. Sadəcə pasiyentlər bundan qorxmasınlar. Onlar düşünürlər ki, ümumi narkoz altında əməliyyat icra olunacaq, ağrılı olacaq, ağır olacaq. Əsla bu cür deyil. Adi bəzən yerli keyləşdirici damla istifadə edirik. Bəzən də göz ətrafı iynə vururuq, ağrı olması. Ümumi heç bir müdaxilə olunmur və dəqiqələr ərzində, saniyə desəm yalan olar, heç bir şey saniyə ərzində etmək mümkün deyil. Dəqiqələr ərzində pasiyentlə danışa-danışa, onunla müzakirə edə-edə bu əməliyyatı icra etmək olur və əməliyyatın sonunda da pasiyent çox xoş öz ayaqları ilə, ikinci gözlə özünü idarə edə-edə evinə qayıdır, hətta əməliyyatdan yarım saat sonra. Elə bununla bağlı bəzən bizə izləyicilərimiz yazırlar ki, həkimlərin sosial media paylaşımlarına baxırıq. Həqiqətən tam ayıq olur xəstələr, doktor. Bəs kimsə qorxarsa, bir təşviş keçirərsə, panikaya düşərsə, onu yatışdırmaq mümkündürmü? Pasiyentlərin çoxsu narahat olur, təşviş keçirir. Çünki adi kirpik birdən belə gözümüzə düşəndə bizi narahat edir. Amma ondan danışırıq, rahatlaşdırırıq, suallarına cavab veririk, izah edirik. Danışa-danışa özümüz əlindən tutub əməliyyat otağına müşahidə edirik. Əməliyyat zamanında danışdırmağa çalışırıq. Bəzən pasiyentlər hətta yuxuya belə gedirlər, yatırlar. Dərhal belə qəlbə bir oyanmaqları da olur, bəzən bizi də qorxudurlar. Amma əməliyyatdan sonra da çox da rahat evə qayıdırlar. Əməliyyat əsnasında ondan öncə müayinə zamanı təzyiqi yüksəlibsə, həyəcan əsasında şəkəri yüksəlibsə, onları əlbəttə korreksiya edib sonra əməliyyata götürürük. Amma bəzi pasiyentlər bəli, məni yatızdırın, məni keyləşdirin deyirlər. Daha öncə bəli edəcəyik deyirik. Amma tərəziyə qoyanda ki, etmək lazımdırmı, onun fəsadı daha mı çoxdur, yanaşı gedən min cür xəstəliklər olur pasiyentlərdə. Kataraktalı xəstələrin əksəriyyəti yaşlı insanlardır. Ona görə söhbət əsnasında pasiyent heç hiss etmir ki, artıq əməliyyat da bitibdir, heç bir ümumi anesteziya da icra olunmuyubdur və nə yaxşı ki, o cür olub. Sonra artıq zaman keçəndən sonra pasiyent bunu anlayır və təşəkkür edir. Doktor, istər-istəməz göz elə orqandır ki, hətta kimsə biraz yaxınlaşsa belə həmən gözümüzü qırpırıq. Bəs necə olur? Gözə bu qədər müdaxilələr olur və insan heç bir reaksiya vermir, gözünü qırpmır. Bunu bizə izah edə bilərsinizmi? Əməliyyatı görməyən insanlar üçün bu çox maraqlıdır. Ağrı hissi, ağrı hissiyatı, bu hamısı beyinlə idarə olunan bir prosesdir.
biz bilmədən, keçən dəfə çox qəşəng bir kəlmə dedilər, biz bilmədən bir tavaya əlimizi vuranda əlimiz yanır. Amma bilərəkdən bunu qadınlar səhər yeməyi hazırlayırlar, süfrə hazırlayırlar ailələrinə. Bilərəkdən biz yağlı bir gözəl bir şey bişiririk, dadlı bir şey mətbəxdə bişiririk. Bilərəkdən əlcək istifadə etmirik və əlimizi o isti yağın içinə də salırıq. İçində bəzən olur ki, əlimizlə çeviririk, toyuq qızardırıq, əlimizlə də çeviririk. Çəngəli tapmadıq. Əlimiz yanırmı? Yanmır. Kənardan keçən kimsə əlini vursa yanar, amma bizim əlimiz yanmır. Beyin artıq proqramlaşıbdır. Bu beyin süni intellekti yaradırsa, öz beyimiz nədir təsəvvür edin. İnsan öz beyninə nə yazıbsa, hansı informasiyanı ötürübsə, o cürdə hərəkət edir. İzah edirsən ki, hər şey yaxşıdır, heç nə olmayacaq, adi suyla gözünü yuyuruq və əməliyyat əsnasında o suyu doğrudan doğruda hiss edir. Bu qədər. Həkimdirsə izah eləmək olar ki, ultrasəs dalğası ilə gözün içindəki qatı parçalayırıq, onu orada yeyir cihaz, sonra linza yerləşdiririk. Amma insan bir o qədər də bəzən o informasiyanın içinə daxil olmaq da istəmir. Artıq informasiya onu qorxudur, narahat edir. Bəzi pasiyentlər, bilmirəm yanlış yoxsa doğru, mən bütün gecəni videolara baxdım, əməliyyat videolarına baxıb gəlmişəm, qorxuram. Əlbəttə siz lazım olan və olmayan əməliyyatlar videolarına baxıb gəlsəniz, çox qorxacaqsınız. Çünki orada təsəvvür edin, nə qədər insan var, o qədər də katarakta növləri var. Hər insanın gözündə katarakta fərqli olur. Çox nadirən iki gözün kataraktası bir-birinə bənzəyir. O da eyni zamanda götürülürsə. Ona görə orada artıq fəsadlaşmış, daha qorxulu, travmalı, ikincili qlaukoma və s. xəstəliyi olan insanın katarakta əməliyyatına baxmısınızsa, çox qorxuludur. Sonra o əməliyyatların paylaşmağın da məqsədi var. Onların çoxu öyrətmək, bilgi ötürmək məqsədi daşıyır. O videolar heç biri pasiyent üçün çəkilməyib. Orada addım-addım, step by step yeni başlayan cərrahlar üçündür ki, bu fəsadda bu cür et, bu situasiyada bu cür etsən daha doğru olar, gözü daha tez qoruya bilərsən. Bu pasiyentlər üçün deyil, yəni o videolara baxıb özlərini qorxutmasınlar. Pasiyentlərin sualları varsa birbaşa həkimlərinə yönəltsinlər və tam cavabı alandan sonra rahat əməliyyata başlaya bilərlər. Biz əməliyyat deyirik, əməliyyatın texniki hissəsi eynidir. Sadəcə bəzi nüansları dəyişilir əməliyyat əsnasında. Mən əməliyyatdan da çox əməliyyatdan sonraki reabilitasiya dövrünə toxunmaq istəyirəm. Pasiyentlərə deyirik ki, bəli, əməliyyat oldu, yarım saat ərzində klinikada qalırsınız, sonra rahat evə gedin, istədiyinizi yiyin, dincəlin, çalışın, çox adam yanınıza gəlməsin. Nəyə görə? Çünki hər insanın özü bir virus daşıyıcısıdır. Ola bilər ki, onun orqanizmi bu virusla çox sürətli və məharətli qalib gəlir, amma bu pasiyent necə keçirəcək bilinmir və burada səbəb də onun keçirdiyi göz xəstəliyi deyil. Orqanizmində olan və gizli keçən hər hansı bir patoloji prosesdir. Reabilitasiya dövrü çox vacibdir. Gözə toxunulmamalıdır. Bu göz tərəfdə yatmamalıdır pasiyent. Çalışsın, həmən gün təzyiqi, şəkəri qalxmasın. Baş pozisiyası bədəndən aşağıda olmamalıdır. Ayaqqabı geyinirsə, oturaraq etsin. Çinmək istəyirsə bir neçə gündən sonra, bəli, çinmək istəyirsə stulun üzərində otura bilər, stulda başını arxaya çevirərək bu cür başını yuya bilər. Mənə heç nə olmadı, heç əməliyyata bənzəmədi, 2-3 dəqiqəlıq bir şey oldu, yaxşı da görürəm deyib də rahat olmasınlar. Əməliyyatın adı əməliyyatdır. Əməliyyat nə deməkdir? Əməliyyat bir toxumanın bütövlüyünün pozulması deməkdir. Bir toxumanın bütövlüyü pozulubsa, orada olan bütün proseslər artıq ləngiyir. Orada güclü, sürətli bərpa prosesi baş verməlidir. Onun da keyfiyyətli baş verməsi əlbəttə ki, bütün orqanizmin səfərbər olub, o prosesə, regenerasiya dövrünün yaxşılaşdırmağa yönəlməlidir. İnsan əməliyyatdan sonra çox yeyirsə, bütün günü hamam otağında qalırsa,
güc verirsə, mədə bağırsağı yaxşı işləmirsə və s. artıq burada gözün sağalmağı haqqında danışa bilmərik. Burada o təzyiq altında özünü zora verirsə, gözün arxa qatında qansızmalar da baş verə bilər. Bədəni çox sıxırsa, bəzən unudub əlini gözünə atırsa, gözün içinə yeridilən linzanın yer dəyişimi də baş verə bilər. Yox, məndə heç nə yoxdur, altı bazara düşübdür, gedim dincəlim, dağ yerə gedim, bilmirəm, ayağın altı diqqətli olmalıdır, sürüşməsin, yıxılmasın. Hər hansı travma bizim üçün çox qorxulu ola bilər. Bu şeyləri çox diqqətli olmalıdır. İnanın, əməliyyatdan sonra reabilitasiya dövrü əməliyyatın gedişatından bəzən daha vacibdir. Bəzən qeyd etdiyiniz kimi, doktor, deyəndə ki, əməliyyat qısa çəkdi, insanlar o qədər də ciddi qəbul etmirlər, nə asan əməliyyatdır deyirlər. Bir də bəzi cərrahlar var, deyirlər ki, doktor, mən göz cərrahları nəzərdə tutmuram. Misal üçün, ümumi cərrahlardan bunu eşitmişəm ki, etdiyim əməliyyatı mütləq telefonla çəkib xəstə yaxınına mütləq verirəm ki, baxın, mən əməliyyatı belə icra etmişəm. Sabah mənə deməsinlər ki, əməliyyat yanlış olub, kimə də istəyirlər, aparıb göstərsinlər. Ümumiyyətlə, buna münasibətiniz necədir, doktor? Əməliyyatı çəkib xəstəyə verəsən ki, bax, bu cür əməliyyat etdim. Bu həkimi sığortalamış olurmu? Bilirsiniz, əslində bu cür videolar daha çox elmi mənbələr üçün lazımdır. Bu videolar daha çox sonra yetişən cərrahlar üçün lazımdır. Təcrübə toplamaq üçün, az təcrübəli həkimlər üçün lazımdır. Bu cür videolar insanları çox qorxudar, çox iyrəndirər, narahat edər. Bu videoların çəkməyi mən düşünürəm ki, pasiyentlər tərəfindən tələb olunan və həkimi bezdirəcək səviyyəyə çatdıracaq pasiyentlərə aiddir. Mənə nə icra olundu, necə icra olundu? Bilirsiniz, mən bütün dünyadakı həkimlərə şamil edə bilmərəm, amma sağlam həkim düşüncəli olan insanların məqsədi o pasiyentlərdən də çox öz adını qorumaqdır. Əlbəttə, bir həkim bir işə başlayırsa, nəinki həkim, bir insan bir iş görürsə, istəyir onu ən mükəmməl səviyyədə görsün, yaxşı olsun. Həkim bir də artıq məsuliyyət hiss edir ki, onun əlinin altında Allah tərəfdən yaradan bir can var. Və necə götürübsə, ən azı o cür qaytarmalıdır. Yəni, yaxşılıq elə bilməsə, sağalda bilməsə, daha betər vəziyyətə salmamalıdır. Mən düşünmürəm ki, hər hansı bir həkim xəstəsinə bilərəkdən ziyan vermək istəyər. Amma əməliyyat əsnasında, yenə dediyim kimi, bir çox bizim bilmədiyimiz və gözləmədiyimiz bir situasiyalarla qarşılaşırıq. Əlbəttə, həkim orada bacardığı qədər biliyinə, təcrübəsinə güvənərək situasiyadan çıxmağa çalışır. Bunun hamısını çəkib də pasiyentə göstərmək nəyə lazımdır? Nə gözəl ki, o videoya baxıb, yenə deyirəm, sağlam təfəkkürlü başqa insanlar əksən həkimə deyəcəklər. Amma nə qədər həkim olmayanda özünü amma bu cür təqdim edən insanlar orada başqa bir komment, yarım, fikir, lazım olmayan bir düşüncələrini paylaşa bilərlər. Bu da ki, onsuz da tipdən xəbəri olmayan, tip sahəsindən çox uzaqda qalan bir insan, ələxüsus da öz sağlamlığını sağlam yorumlaya bilməyən bir insan, onun ürəyinə, fikrinə nifaq salmaq, düşüncələrini darmadağın etmək, şübhə yaratmaq, yəni bir şübhə toxumu salmaq çox asandır. Bunu həkim də yox, kənardan bir adam müşahidə edib desə ki, məndə bu cür video var, amma mənim qarnım boşluğumu bu kəsiklə yox, başqa kəsiklə açmışlar desə, kifayətdir ki, o pasiyent başqa cür düşünsün. Amma pasiyent bilmir ki, ən azı qarın boşluğun dərisini kəsmək üsulu 12 üsul var, 12. Hamı düşünür ki, bir üsulla daxil olur. Xeyr, bu cür deyil və bu əməliyyat növündən asılıdır. O insan bədəninin formasından asılıdır. Bəzi əməliyyatlar 2 cür olur, birləşmiş əməliyyatlar olur və s. Bu seçim hamısı həkimdə olmalıdır və əməliyyat otağında baş verənlər açıq olsaydı,
açıq olmalı olsaydı da qapalı qablar, qapalı qapılar arxasında olmamalıydı. Onda bütün qohumlar da orada iştirak edərdi, kamerada yerləşdirərdilər və s. Mən düşünürəm ki, bəzi şeylər bağlı qalmalıdır, qapalı olmalıdır. Pasiyent nə qədər az məlumatlı olsa öz vəziyyətindən bir o qədər tez sağalar. Pasiyentin yanında sənin vəziyyətin ağırdır, daha da ağır olacaq, ya gec gəlsəydin heç sağ qalmazdın kəlmələri. O bir ürək açan, üz ağardan bir kəlmələr deyil, düşünürəm. Bir də doktor, son vaxtlar həkimlər arasında belə bir trend də var artıq. Əməliyyatxanadan canlı açmaq sosial mediada və bəzən bunu da şahid oluruq ki, cərrah əməliyyat edəyə də, belə deyək də, o canlıda qoşulan izləyicilərlə də söhbət edir, zarafat edir. Buna münasibətiniz necədir? Canlı video paylaşmaq, yenə deyirəm, bu hamısı kollegalar üçündür, həkimlər üçündür. Sadəcə tamaşaçılar düz seçim etmirlər. Tamaşaçı bekar da qalıb həkimin səhifəsində nə itiribdir? Tamaşaçı öz səviyyəsinə uyğun, öz biliyinə uyğun necə tip mənbələri var? Onların hamısı professional həkimlər üçün deyil. Bəziləri elə orta biliyə malik olan insanlar üçündür. Pasiyent də o canlılığını açıb orada heç nə başa düşməyəcəksə, dərhal oradan çıxa bilər. Suallar verirlər həkimə. Həkim, misal üçün, yorulmayasınız, əməliyyat edir, başını qaldır deyə, çox sağ olun, təşəkkür edirəm. Misal üçün, filan bölgəyə salam mən də göndərirəm. Yəni, bu əməliyyatın keyfiyyətinə təsir edə bilərmi? Yaxud cərrahın diqqətini yayındıra bilərmi, doktor? Bilirsiniz, mən hamının yerinə cavab deyə bilmərəm, amma öz konkret bu yerimə münasibətinizi mən əməliyyat zamanı danışırammı? Danışıram. Mən əməliyyat zamanı nəsə soruşsalar cavab verirəmmi? Verirəm. Bu da ki, tələbələrlə danışmaqdan, izah etməkdən bir vərdiş kimi alınıbdır. Bu mənim fikrimi əsas işdən yayındırırmı? Yayındırmır. Daha da bəlkə, daha da detallı, daha da diqqətli oluram. Amma əməliyyat otağında əməliyyatı icra edən həkim o situasiyaya fokuslanır. Mən özümə cavab deyə olum. Mən orada kim olduğumu belə unuduram. Qadınam, bəyəm, ailəm varmı, övladım varmı? Bunlar hamısı unudulur. İnsan özünü bir vasitəçi kimi hiss eləyir. Mən hər zaman deyirəm, əməliyyat otağında ayağıma ayaqqabı da geyinməyi belə sevmirəm. Tam rahat olsun, tam azad olum hər bir şeydən. Əllərim tam boş olsun və mən orada sadəcə insanın başını, gözlərini, onun o ürək döyüntüsünü, ümumi vəziyyətini dərk edib hiss eləyim və bütün beynim, fikrim onun o gözünün vəziyyətində olsun. Göz əməliyyatları çox çətindir. Göz əməliyyatları qarın boşluğu kimi böyük deyil. Bizim elə bir böyük sahəmiz yoxdur. Həm özümüz görək, həm yanındakının kamerasını yerləşdirək ki, gəlin, baxın, bu qarın boşluğudur. Bizim əməliyyatlarımız stereoskopik olur, yəni 4 proyeksiyada olur. Necə ki, stəkanın hal-hazırda içindəki o suyu hər tərəfdən müşahidə etmək olur. Elə də göz böyük bir çaladır. Onun içərisində siniri də var, damarı da var. O gözün hər qatlarını görməlisən. Ya bunu kənardan görüb nə izah etmək olmur, nə bunu icra edən adam sizə başa sala bilməz. Amma insan əməyinlə paylaşmaq istəyirsə və o bunun işinə heç cür mane olmursa, burada böyük bir qəbahət mən görmürəm. Yox, onun fikrini dağıdırsa, artıq işə aid olmayan, tibbə aid olmayan dediyiniz kimi salam göndərir, salamlar və s. Mənə mane olar bu məqamlar. Başqalarına mane olmursa, nə gözəl. Doktor, proqramımızda bir cərrah demişdi ki, əgər cərrah ağırlaşmasını bilmirsə, ağırlaşmasını bilməyəcəyi, ağırlaşmasının öhdəsindən gəlməyəcəyi heç bir əməliyyatı icra etməməlidir. Razısınızmı? Razıyam, əlbəttə. Əgər insan əməliyyata ələxüsusda tək girirsə və orada yeganə cərrahdırsa, yalnız öz biliyi və bacarığına güvənilirsə, deməli o hər bir şeyi bilməlidir. O pasiyenti hər situasiyadan çıxartmalıdır. Yenə dediyimiz kimi, əməliyyat bilinməyən,
hansı sonluqla başa çatacaq? Bəzən pasiyentlər soruşurlar ki, doktor, mən necə olacam? Mən həmişə deyirəm ki, mən necə olacam bilmirəm əməliyyatın sonuna. Bəlkə mənim təzyiqim düşür, bəlkə mən yıxılıram, mən də bir canlı bir insanam. Gəlin, biz çalışacaq ki, hər şey yaxşı olsun, vicdanımızla, biliklərimizlə, qalanı yaradana qalıb. Bu əməliyyatdan sonra bir də söhbət edərik ki, necə oldu? Ona görə bizim əməliyyatlarımızın üst pilləsi nədir ki, pasiyentin huşu aydın olur, bizlə danışa bilir, fikrini paylaşa bilir, pasiyentlə danışırıq. Siz deyirsiniz ki, kameranı qoşur. Bəlkə biz pasiyentlə elə danışırıq, elə onun rayonunu da soruşuruq, hardan gəlib də danışdırırıq. Gözəl bir düşüncələri vadar etmək üçün nəsə bizə danışmağını da hətta bəzən xahiş edirik. Düzdür, əməliyyatın elə məqamları var ki, danışması daha yaxşıdır. Nə baş tərpənməsi, nə əzəllər, nə alt-üst çənə. Amma insandır, insan qorxur, çəkinir, həyəcan içindədir. İnsan həkimin adını eşitmək istəyir, özünü, səsini. Axı biz hamımız şübhəciyik. Həkimdirmi başımın üzərində? Kimdir orada icra edən? Mən buradayam-mı, sağlamam-mı, görürəm-mi? Doktor, gözümə elə bir şıq düşür. Şıq düşməlidir, bu normaldır, bunu demək lazımdır. Bu qədər. Doktor, biz travmatoloqların əməliyyat videolarına baxanda dəhşətə gəlirik. Yəni, çox belə dəhşətli mənzərələr olur. Bəzən qorxunc, qorxulu filmlərdəki kimidir. Amma oftalmoloqların əməliyyatları sakitcə bir yerdə otururlar, tərpənmədən əməliyyat edirsiniz. Bu, həyat tərzinə də təsir edirmi? Bilirsiniz, yaxşı cərrah olmaq üçün hər zaman deyirlər ki, uşağı doğulandan hazırlanmaq lazımdır. Necə ki, həkim sonra olmur, həkim öncədən olmalıdır. Bəzi idman növləri var, bəzi məşqələr var, onlara getmək lazımdır ki, yaxşı cərrah olmaq üçün. Misal üçün, gözəl tikiş-piçiş bacarmalıdır insan, hətta bəy olsa belə. Naxışlar vurmaq, tikmək, bu hamısı əl vərdişləridir. Sonra gözəl fortepiano ifa edən insan çox rahat olur əməliyyat zamanı. Yəni, bu qolların hərəkəti, rəqsə gedən insanlar, hansılar ki, saatlarla, dəqiqələrlə əllərdə bu pozisiyada saxlaya bilirlər, bu əməliyyat zamanı çox kömək olur. Mən yeni başlayanda heç vaxt unutmaram, sağ gözü əməliyyat edirdimsə, mütləq sol gözün özünə basırdım. Sanki bir yer axtarırdım ki, bu əl pozisiyamı yerləşdirib. Amma iki qolda havada olmalıdır, doktor. İki qolda havada olmalıdır və instrumentlər doğru işlənməlidir. Bizim ən çətin işimiz mikroskopdur. Bizim mikroskopla icra edirik, mikroskop əks görsədir. Mikroskopla gözün, əlin, bir də ayağımızın altında maşın pedalı kimi bir pedal var. Biz ayağımızın altını görmürük. Ayağımızın altında bir pedal var. Ən əsası ayağımızın altından eləyirik. Bizim ayağımızın altında 2 pedal var. Biz o pedallarla necə maşın sürürüksə, elə də gözün içinin bütün proseslərini o pedalla icra edirik. O pedal dayandırdı, biz heç nə edə bilmirik. Mən onu bilmirəm. Və pedal, ayaq, göz, baş, oturuş pozisiyası, o hamısı o qədər mükəmməl olmalıdır. Yəni, bu pozisiyada həkim hətta kiminsə rayonunu soruşa bilirsə, sən deyirəm. Yəni, burada başqa bir şey deməyə qalmır, nə gözəl. Doktor, bəs hər əməliyyatda ağırlaşma mümkündürmü? Yəni, deyək ki, həkim illərlə bu əməliyyatı icra edir və indiyə qədər saysız xəstəni əməliyyat edib, uğurlu, minlərlə xəstə üzərində uğurlu bir əməliyyatı var. Ola bilərmi, mümkündürmü bir əməliyyat uğursuz olsun? Və olarsa bu nədən asılı olaraq? Axı, illərin təcrübəli həkimidir. Hər əməliyyat fəsadlı olurmu? Yox, əlbəttə. Amma kəlmə ki, hər əməliyyat fəsad verə bilər, bəli, bu həqiqətdir. Onun səbəbi yalnız hamı düşünür ki, həkim pis icra etdi. Deyil. Əməliyyat zamanı baş verəcək bir çox proseslərdən asılıdır. Bəzən gözün qatları özünü çox fərqli aparır. Bir sir açım. Ən çox fəsadlar tapşırılan, xahiş edilən, ən çox əsdiyin pasiyent üzərində olur. Ən çox. O da həyəcandan irəli gəlir. Ona görə həkim, yaxşı həkimdirsə, onun üçün fərqi yoxdur ki, masada uzanan onun əzizidirmi, qohumudurmu, düşmənidirmi, bilmirəm, hətta bəlkə ona acılayıbdır, amma o masada orada uzanan onun... Düşməni olsa belə, doktor? Həkimlərin düşməni yoxdur. Olsa belə də. Deyək ki, insan olaraq onun düşməni var da, misal üçün, həkim kimi deyil. İnsan olaraq onun düşməni var, amma pasiyent kimi onun düşməni ola bilməz. Yox, əlbəttə.
Artıq xəstəsidirsə eyni münasibət olacaq. Bəli, artıq xəstədirsə o həkimin şərəfidir. O onu axıra qədər vicdanla sona yetirməlidir. Adına layiq bu cür. Yəni orada hər hansı bir hisslər, hər hansı bir mənfi düşüncələr yoxdur və olmamalıdır. Bəs VIP xəstə anlayışı da var, doktor. Buna münasibətiniz necədir? O VIP anlayışı mənim üçün yoxdur. Mənim üçün orada nənəmdirsə, ya tanımadığım, yəsiz hətta bir insandırsa, yəsiz çox pis kəlmədir, amma arxasında dura biləcək, kimsəsiz, ona hətta əməliyyatını ödəyəcək olmayan bir insandırsa, o daha əzizdir, o daha önəmlidir, o sizə təvəkküldür. Onun üçün yalnız siz varsınız deyə ən yaxşı bir şeylər onun üçün olmalıdır. Mənim üçün, hətta doğru dediniz, düşündüm, cavab verdim. Mənim üçün VIP pasiyentlər bunlardılar. Və o zaman heç onun tərəfdarı deyilsiniz, deyil mi? VIP xəstə olanda xüsusi münasibət olmalıdır. VIP palatalar var, məsələn. Bilirsiniz, VIP palata nədən irəli gəlir? İnsanlar fərqlidir. Bəzi insanlar komfort sevirlər və buna alışıblar. Onlar başqa şəraitdə xəstəlik də tapırlar, özləri də narahatdır, gec də sağalırlar. Var bu düşüncələr. Amma bəzi insanlar hər mühitə tez alışırlar. Misal üçün mən komfortu çox da sevən insan deyiləm. Mən hər mühitə alışa bilərəm. Amma hamı bu cürdümü deyil və mən o insanları heç qınamıram. Onlar hər şey edirlər ki, onların şəraiti komfortlu olsun. O cür. Misal üçün bu divan onun üçün narahatdırsa, o bütün verilişi yer dəyişəcək. Və siz əsəbləşəcəksiniz, amma o ondan asılı deyil. O özünü rahat hiss eləməlidir, buna alışıbdır. Xəsiyyətindən mi dolayı, yaşayışından mı dolayı. Ona görə o VIP pasiyentlər anlamı tipdə biraz sual altındadır. Məhz bu səbəblə də tipdə belə bir kəlmə var ki, yaxınına, əzizlərinə insan heç vaxt özü əməliyyatı icra etmir. Ən yaxşısı bacarsa belə, ən mükəmməl cərrah olsa belə, orada bir həyəcan var, orada əllər su olur, beldən tər axır. Düzdür, ağır pasiyentlərdə də bu cür olur, amma özünkü olanda onu başqa bir kollegaya həvalə etmək daha doğrudur bəlkə. Doktor, bir də bəzən xəstələr, belə deyək də, əməliyyatı seçdikləri zaman, əgər xüsusən də gündə bir neçə əməliyyat icra edən cərrahdırsa, istəyirlər ki, birinci olsunlar. Həkimin, belə deyək də, yorğun olmayan vaxtı olsun. Hətta bəzən bizə də yazanlar olur ki, mən getdim həkimlə anlaşa bilmədim ki, oxam, soruşuram, ne deyir, məni 4-cü əməliyyata salıb. Deyirəm, nə olar ki, 4-cü əməliyyat olsa, yorğun vaxtıdır, nə bilim, hövsələsi vaxtıdır, yaxşı eləməyəcək. Bu cərrah üçün keyfiyyət fərqi varmı? Birinci əməliyyat, ikinci əməliyyat üçün. Yorğunluq heç mi təsir etmir, doktor? Bəzən eşidirik, deyirlər ki, misal üçün, gecə saat 4-də cərrahı çağırdılar, əməliyyat etdi. Gecə saat 4-də, yəni yuxulu olarsa, heç mi təsir etməz bu əməliyyatın gedişatına, keyfiyyətinə, nəticəsinə? Yox, təsir etməz. Gecə 4-də də olsa, insan beyni elə strukturla hazırlayır ki, bu pasiyentdir, bu əməliyyatda sanki birinci dəfə necə icra edirsə, o cürdə icra edir. Düzdür, insan faktoru var və bu səbəbdən gün ərzində çox pasiyentlərin sayını qəbul etmək məsləhət deyil. Orada keyfiyyət səviyyəsi də enir. Həkim də bir insandır, bunu hara qədər icra edə bilər. Cavandırsa bu bərpa olunur, amma bir müddətdən sonra orada böyük bir dəyişikliklər, böyük bir problemlər yaranır. Amma dərhal müdaxilə etmək lazımdırsa, əlbəttə insanın bədəni də, beyni də buna yönəlir. Pasiyentin birinci və axırıncı olmağını da həkim özü seçir. Pasiyent bu haqda heç vaxt bilmir. Yəni, bu bir sirlərdir. Daha yüngül, daha rahat pasiyentləri bəzən birinci götürülür. Bəzən daha ağır birinci götürülür. Bəzən əməliyyatın və xəstəliyin böyüklüyünə görə, fəsadına görə, mərhələsinə görə biz çeşidləyirik pasiyentləri. Bəzən pasiyentdə əlavə olan hər hansı bir infeksiyalarına görə pasiyent sonda qalır. Bunu pasiyentin özünə əməliyyatdan öncə demirik əlbəttə ki, pasiyent düşünməsin, narahat olmasın, ümumi stabil qalsın. Bu cür. Birinci seçmək da tapşırılıb, ona görə birinci seçir. Buradan bütün pasiyentlərə üzümü döndərib demək istəyirəm ki, bu cür deyil. İnanın, birinci, axırıncı, yenə dediyim kimi, o pasiyentdə olan xəstəlikdən, onun mərhələsindən asılıdır.
Adi müayinədə belə şəkərli xəstələr oturub, amma mənim yanımda körpə bir uşaq gəlirsə, mən neçə saatda pasiyentlər gözləsələr, onu birinci qəbul edirəm. Necə ki, evdə deyirlər ki, böyüklər toplaşanda uşaq ac qalmasın, tez onu yedizdir, biz rahat yeyərik. Uşaq gözləmir də. Bəzən özüm də dəfələrlə şahid olmuşam, ağlayır, evə gedək, acmışam, su istəyirəm, çay istəyirəm. O qədər çətin olur. Gözləmirdən də başqa uşağı gətiriblərsə, orada yalnız göz xəstəliyi olmaya bilər. Orada virus infeksiyası, infeksiya ola bilər. Uşağın ümumi vəziyyəti ağırlaşa bilər. Ya siz müayinə edib də başqa bir xəstəliyi aşkar edə bilərsiniz. Uşaq axı dərk edib vəziyyətini tam izah edə bilmir. Yaşlı insan deyir, olduğundan biraz artıq deyir, biraz yanlış deyir. Şikayətçi insandırsa, olmayan da şikayət edir. Biraz xəsiyyəti, necə deyim, xəstə özünə yaraşdırırsa bu cür deyim, səs-küyü də qaldırır, həkimin üzünə də qayıdır, orada hamını bir-birinə də qatır. Amma uşaq bunu edə bilmir. Uşaq narahatdırsa ağlayacaq ya da ən pisi süslüyüb bir yerdə qalacaq halsız. Doktor, gün ərzində 50-60 xəstə qəbul edirəm deyən həkimlər də olur. Biraz öncə qeyd etdiyiniz kimi, bu istər-istəməz keyfiyyətə təsir edə bilərmi? Mən bilmirəm, misal üçün 60 xəstə olarsa, hərəsinə nə qədər vaxt ayıra bilərlər ki, 60 xəstəni misal üçün səhərdən saat 4-ə 5-ə qədər idarə edə bilsinlər? Mənə nə qədər müraciət etsələr də, mən heç vaxt gün ərzində 10 xəstədən çox qəbul etmirəm və çalışıram ki, bunu etməyəm. Onun içərisində birini, ikisini artıq qəbul etsəm, yalnız kəskin, dərhal müdaxilə tələb olunan pasiyentlərdir. Mən bilmirəm onlar necə bunu edirlər. Mən günə 80-100 xəstə 4 ay ərzində Hindistanda sadəcə qəbul etmişəm. O da mən məcbur idim. Mənim bir vaxtım var idi, mən o zaman orada qalmalıydım, bezib, yorulub qayıda bilməzdim. Getdimsə, məsafə də yaxın deyil, bu Sumqayıt deyil, Gəncə deyil, yorulasan, qayıdasan, dincələsən, bir də gedəsən. Müraciət edən xəstələrin qarşısını almaq olmur və çox yorğun, çox bitmiş bir vəziyyətdə bunu bəzən günün sonuna edirdim. Hər iki xəstədən bir əlimi soyuq suyla yuyurdum, əlimi, qollarımı, üzümü. Orada yeyib içməyə də bir şey yoxdur. Çalışırdım südlü kofeyə, südlü çay, onlar çay da südlə verirlər. Bunu içək, istədiyimiz bir şey də yoxdur, nə yeməyə, nə içməyə ki, adam biraz nədənsə güc alsın. Baxıb da ürəyini açan bir mənzərə də yoxdur, baxıb ürəyini açasan. Amma şükranlıq hissi məcbur edirdi ki, dözəsən. Düşünürsən ki, bu cür xəstəliklər var və sənin ölkəndə bu qədər xəstəlik yoxdur. Bir ona sevinib, Allaha deyirsən, ay Allah, çox şükür. Baxırsan uşaqlara, ayaqlarında ayaqqabıları yoxdur və gözündə yalnız göz atlısında olan bir neçə xəstəliyin cəmləşməsi var. Baxıb deyirsən ki, yox, mənim uşağım daha yaxşı vəziyyətdə yaşayır. Bu da sənə bir güc verir. Baxıb deyirsən ki, bunu da öyrəndim, bunu da etdim, burada var, ölkəmdə bu yoxdur. Bu da sənə bir güc verir ki, kiməsə sabah kömək olacaqsan. Bu mənim təcrübəm olub, 80-100 xəstə. Ağır idi mi? Dəhşət dərəcədə ağır idi. Yorğun, biraz da psixoloji, mənəvi baskı altında insan hiss edir özünü. Amma gəlib soram ölkədə də gün ərzində 50-60 xəstə baxmaq, bunu etməmişəm. Allah bizim torpağımıza, millətimizə müharibə bir də görsətməsin. Müharibə zamanı olur belə bir ağır situasiyalar. Amma rahat bir şəraitdə insan özünü bu qədər tükəndirirsə, mən düşünürəm ki, bilmirəm, bəlkə onların bir məqsədi var. Mən bu cür etmirəm. Son sualında söhbətimizi yekunlaşdırmaq istəyirəm, doktor. Bir həkim neçə ildən sonra, belə deyək də, neçə il assistent işləyəndən sonra tək əməliyyata girə bilər? O həkimin özündən nə zaman hazır olur? O həkimin özündən asılıdır. Qorxu hissini nə vaxt aşacaqsa, məxsuliyyət hissini nə zaman anlayacaqsa və yenə deyirəm,
qarın boşluğu, travma dediyiniz kimi bu çox açıqdır. Burada həkim olmayan bir insanı texniki də hətta öyrədib alışdırmaq olar. Amma göz başqa bir bilik, təcrübə, bir məktəb tələb edir. Orada mikroskopla işləmək lazımdır. Orada kiçik bir gözü hər tərəfli görmək lazımdır. Kiçik bir gözün üzərində kiçik saplarla, kiçik iynələrlə, kiçik instrumentlərlə işləmək o daha çox vaxt tələb edir, daha çox peşəkarlıq tələb edir. Bunu da əldə etmək əlbəttə maliyyə tələb edir. Mən bunu qeyd etməliyəm. Və əlbəttə ki, istək. İnsan üçün ön planda bu varsa, mən cərrahamsa ən yaxşılarından olmalıyam deyirsə, orada zaman da qısalır, Bəli. vaxt da azalır və insan bunu edə bilir. Dediyiniz kimi bu artıq fərdidir, deyilmi? Yəni həkimdən həkimə asılıdır. Bəli, elə həkim var, heç vaxt əməliyyat eləmir, ömrünün sonuna qədər bacardığınla kifayətlənir. Bəli. Aşa bilmir o sərhədləri. Hər şey insanın beynindədir. Hər kəs bu dünyada yaxşı cərrah ola bilər. Hər sahənin yaxşı cərrahı ola bilər. Sadəcə istəmək, qorxu hissini aşmaq və qarşısına doğru hədəflər qoymaq. Mən bunu etməliyəm, bu qədər. İlk əməliyyatınız yadınızdadır? Hansı ki, tək elədiniz? İlk əməliyyatlarımı Azərbaycanda çox təəssüf ki, etməmişəm. İlk əməliyyatımı etmişəm Türkiyədə. Sonra artıq Azərbaycanda çox gözəl bir hissdir. Az qalırsan müəllimlərini qucağında götürüb gəzdirəsən, sənə inanan insanları. Çünki o pasiyentlər sənin pasiyentlərin olmur. Sənə inanıb sənin yanında otururlar və sən arxanda onları hiss edib də rahat icra edirsən. Yanında olurlar, yenə otaqda olurlar, doktor? Bəli, əlbəttə, onlar yan masada əyləşirlər. Mikroskopun yanına hər an müdaxilə etməyə hazırdılar. Əslində bir ekip bu cür olmalıdır. Düzdür, gözü asistent tələb olunmur. Göz çox kiçikdir, bir adam icra edir. Amma bəzi əməliyyatlar var, orada asistent tələb olunur. Göz əməliyyatlarından söhbət gedir. Yanında kimsə olsa daha yaxşıdır. Əzələ əməliyyatıdırsa, kimsə onları tutmalıdır. Hər zaman əməliyyat tibb bacısı bunu çatdırmır. İnstrumentlərimiz də çoxdur. Bu cür. Bir də bir şey qeyd edeyim ki, birinci əməliyyatda yox, hər əməliyyatda mən o sevinci, hər əməliyyatda mən o hissləri keçirdirəm ki, mən kiməsə kömək edə bildim. Doktor, bəs tələbələrinizdən olubmu bir ilki sizinlə yaşasınlar? Siz onların yanında durasınız, onlar ilk dəfə əməliyyat etsinlər? Demirəm tam, amma bəzi məqamları olubdur. Nə hiss edibsiz yanlarında duranda? Məsuliyyət. Həm də bir sevinç yəqin ki. Çox, əlbəttə bir sevinç, bir məsuliyyət. Sanki öz evdəki övladına nəsə öyrədirsən, tutursan əlindən yeriyir. Çünki ilklər heç zaman unudulmur. Məsələn, ilk etdiyiniz əməliyyat, inanmıram ki, nə zamansa yadınızdan çıxar. Yox, əlbəttə. Ümumiyyətcə belə bir kəlmə var, mən bunu hər yerdə deyirəm. Sinəsinə vuran cərrahlar öyünürlər. Mən dünyanın ən yaxşı cərrahıyam. Amma bunu biz kəşf etməmişik. Dünyanın belə bir kəlməsi var. Ən yaxşı cərrah o cərrahdır ki, kim özündən sonra bir ən yaxşı cərrah yetişdiribdir. Bir cərrah yetişdiribsə, bəli, o yaxşı cərrahdır. Amma bir cərrah başqa bir cərrah yetişdirməyibsə, özü əlinlə, həyəcanınla, biliklərini tam paylaşaraq, orada nəsə özümə saxlayım yox, tam paylaşaraq yetişdirməyibsə, heç öyünməsin, heç sinəsinə döyməsin. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız cərrah oftalmoloq Leyda Kazımova idi. Sizinlə sağollaşırıq. Həftənin ilk buraxılışı ilə sizin qarşınızdaydıq. Həftə içi 5 gün bizi izləməyi unutmayın. Sağ olun, sağlıqla qalın.